Salam dostlar. Deməli, bu gün fərqli bir dənə video çəkim dedim. Çoxunuz soruşurdunuz, narahat idiniz ki, Top Step'də payoutla bağlı probleminiz və sair var idi. Orada sənədlər və sair var. İndi onları göstərə-göstərə mən izah edəcəm. Şeydə necə eləmək lazımdır. Deməli, hazırda keçirəm dashboard'a. Burada bəzi şeylərdə hesab məlumatlardır və sair onların görünməsini istəmirəm. Sadəcə ora win rate'im görünməyi şeydir, kifayətdir. Başqa necə deyim, hansı ölçüdür, məsələn, başqa şeylərin görünməyini istəmirəm öz hesabımda. İndi yuxarıdan deməli keçəcəm mən oradan payout request bölməsinə. Deməli burada iki dənə belə şey var. Burada indi bunları izah eləyim. Bu Wise'dir. Wise'da biz problem var ki, bizim ölkə üçün problem var. Necə deyim? Wise burada balans hesabları, Wise kartı istifadə eləmək olmur. Xarici adreslə açanda da ki, problem yaranır. Payout eləyəndə belə şey lazım olur. Deyir, xaricdə yaşadığına görə sənəd yüklə, o da yükləyə bilməyəndə blok qoyacaq hesaba. Bu kimi problemlər yaranır. Ona görə kimdə ki xarici adres yoxdur, xarici sənədlər yoxdur, yəni xaricdə yaşadığına görə sübutu yoxdursa, hansı ölkələrdəki vaiz keçərlidir? Düzdür, sürətlidir, bir günə gəlir. Onlar bank transferini seçsinlər, hansı ki bu təhlükəyə atmasınlar bir də payoutu. Burada deməli, bir də qaydalardan danışım, payoutu satmaqdan ötürü. Bilirsiniz, My Funded Futures'da və s. daha rahatdır şərtlər. Top Step'də nisbətən konsistensiyə çox önəm verdiyinə görə elə bir hesab növü yoxdur ki, Express şeydəki kimi expert hesab olsun My Funded Futures'da. Siz necə deyim, bir günə keçəsiniz, bir günə də payout alasınız. Yəni elə bir söhbət yoxdur burada. 5 gün yığılmalıdır. Elə bir siz keçdiniz, hesabı keçdiniz. Yəni 3K elədiniz, tutaq 50K-lıqda, 100K-lıqda 6K, 150K-lıqda 9K tutaq ki, gətirdiniz. Özdə 50% consistency rule orada tətbiq olunur, amma burada tətbiq olunmur. Burada tamamilə azadsınız Express hesabda. Express şeyinə deyilir, Top Step'in fundından. Burada tamamilə azadsınız. Amma ki, test mərhələsində, challenge-da, combine mərhələsində 50% consistency var. Yəni ki, ümumi hədəfin yarısından çox bir gündə qazansanız, məsələn, ümumi hədəf 3000-dir, bir gündə 1600 qazansanız, 1500-dən 100 dollar çox olduğuna görə ümumi hədəfin üstünə gəlinəcək 2-yə vurularaq 3200. Consistency-yi mən eləcəri hardasa izah eləmişdim. Əvvəlki o hansısa videolarda. Sualınız da qalsa aşağıda əlaqələr qoyuram, oradan soruşa bilərsiniz. Bir də ki, çatmaq üçün deməli ilk payoutda deməli balansın 50%-ni çəkə bilirsiniz. Ondan sonra da ki, qalan balans limit olaraq qalır. Məsəl üçün 5K, məsəl üçün gətiribsinizsə, 5K balans eləyibsinizsə, onun 2500-ünü çıxarda bilirsiniz, qalan 2500 də olur sizin ümumi limitiniz, itki limitiniz. Buffer kimi bir şeyə bənzəyir. Yəni sıfıra qədər salsanız, artıq hesabı itirmiş olursunuz. Sonra deməli 2500-ün də üstünə nə qədər 200 dollarlıq günlər yığsanız, 5 gün məsəl üçün yığdınız, yenə ikinci bir payout imkanı açılır. Belə yəni ki, belə o qədər də mürəkkəb bir şey yoxdur. Top Step qaydalarına görə rahatdır. Mən əsas birin-birə skalplara üstünlük verirəm. Nəsə, sonra keçdik burada. Deməli, bankı seçdikdən sonra sonra deməli burada bankı seçdikdən sonra burada deməli ad boşluqlar bunları bəzilərini doldurub burada bir şey göstərəcəm indi. Sonra deməli burada bir dənə sənəd var. Həmin sənədi açım, onu da için izah edəcəm. Ondan sonra onun için təbii ki göstərməyəcəm öz şəxsi məlumatlarını. Sadəcə olaraq boşluqları necə doldurmaq lazımdır. Yəni bank transferi zamanı. Bir də ki bu lazım olan məlumatları deyəcəm hardan əldə etmək lazımdır. Deməli belə bir form var, hansı ki şey üçündür, bank transferi üçün bunu doldurmalısınız. Buradakı boşluqları indi izah eləyəcəm, nə üçündür, nə məqsədlidir deyə.
Və buradakı məlumatlar, bank məlumatları lazımdır. Burada ACH seçmirsiniz. Bura Amerika bankları üçündür. Burada aşağıda gələndə wire seçilir. Wire transfer seçilir. Çünki o şeydir, bizdəki banklar təbii ki Amerika bankı deyil, ona görə də ancaq wire, international wire, Swift, IBAN bu yolla transfer olunur. Burada bunu seçdikdən sonra siz deməli dolduracaqsınız. Ad, soyad. Burada name yazılıb, amma orada ad və soyad yazılmalıdır. O ad və soyad bir də ki hərf səhvləri olmasın deyə niyə baxa bilərsiniz? Hansısa bankdan Azərbaycandakı bir kartınız varsa, onun appində, yəni proqramında kartın üstə girəndə rekvizitlər bölməsi var. Oraya girəndə burada lazım olan məlumatların əksəriyyətini orada verirlər. IBAN, Swift-dir, bankın ünvanıdır, adıdır və bankın adını belə kör-köranə yazmaq olmaz. Bankın konkret adı var. Hə, bankın konkret adını yazmalısınız. Konkret belə legal adını yazmalısınız. Yəni nə bilim balaca kiçik hərfdir və s. yox, açıq səhmdar cəmiyyətidir, qapalı. Bunlar qabağında ingiliscə yazılır. Məsələn, J necə idi? J C S nəsə belə şey formasında yazılır. Yəni J S C. Açıq səhmdar cəmiyyətinin ingiliscə forması. Yəni onu özünüz bankın saytında baxanda görürsünüz də. Orada bankın About Us bölməsinə keçəndə orada bankın qanuni adını görürsünüz. Yəni bunlar kimi şeylərə fikir verin ki, hansısa gecikmə olmasın. Sonra name hissəsinə isə rekvizitlər bölməsinə girəndə kartınızın, məsələn hansı proqram işləyirsinizsə işlədin, bank üçün, kart üçün, hansısa bankın rekvizitlərdə adınız hərf necə yazılıbsa burada elə yazmalısınız. Ola bilər ki, məsəl üçün adınızda birində ə hərfi yerinə e yazıblar, birində a yazıblar. İngiliscə yazılmalıdır. Yəni orada necədirsə, burada da hərfə-hərf elə olmalıdır ki, hansısa gecikmə, problem yaşanmasın. Yoxsa da bura Azərbaycanca yazmaqdır, başqa cür yazmaqdır, qətiyyən olmasın. Yəni ki, fikir verin ki, adınız, yəni orada kartda necə yazılıbsa, burada elə düşsün. Küçə adresi, şəhər, state ehtiyac yoxdur. State-ə sadəcə olaraq şəhəri təkrarını yazarsınız. Region əgər rayon, hansı rayondursa, məsələn Bakının içində hansı rayon olur olsun, ya kənarda hansı rayon olur olsun, qeydiyyatda olduğunuz yeri yazmalısınız və bir də sizə uyğun olan post, yaxın olan postu yazmalısınız. Ondan sonra aşağıda ölkə yazılacaq. Ölkəyi yazırsınız. Sonra bank adı hissəsini, burada bayaq dediyim kimi, bankın konkret legal adını yazmalısınız. Yəni nədirsə, sırf həmin cür. Yəni biri böyük kiçik, biri nə bilim açıq səhmdar cəmiyyətini yazmayıbsan ya belə şeylər çarşı olmasın. Burada checking account seçə bilərsiniz. Çünki saving account daha çox şeylə əlaqəlidir. Yəni bu da hansısa o qədər də problem yaratmır. Sadəcə olaraq burada checking qalsın. Swift məlumatı, International Swift rekvizitlər bölməsində var. Onu hərfə heç bir səhv olmadan yapışdırırsınız. IBAN-dakı settlement account yazılır bəzi yerlərdə. Böyük uzun hərflərlə başlayır, uzun rəqəmlərlə belə IBAN kodu var. International Bank Account Number-dır bu. Bunda da yenə rekvizitlər bölməsində tapırsınız. Onda səhvsiz buraya yapışdırmaq lazımdır. Sonra bankın küçə adresi. Hansı banka çəkmək istəyirsinizsə, həmin bankı Google-da axtarın ya appin özündə də bəzən yazılır. Hansı küçədədir bu bank? Məsələn, banka adı çəkmək istəmirəm, amma hansı bankı istəyirsinizsə tapa bilərsiniz. Küçə adını ingiliscə yazmalısınız mütləq. Heç bir səhv olmamalıdır. Axırda street, məsəl üçün 67 Nizami Street olsun, ya nə bilim başqa hansı bank, hansı qanuni ünvanı harda yerləşirsə ingiliscə yazılmalıdır. Hansı şəhərdə yerləşirsə o yazılmalıdır. Əgər rayonda və yaxud da regionda hansı rayonda yerləşirsə, məsələn Nəsimi, Nizami rayonu olsun, Abşeron rayonu olsun, harda yerləşirsə o yazılmalıdır. Bunlara ehtiyac yoxdur. Country specific kodlar bəzi ölkələrin banklarına aiddir. Məsəl üçün İngiltərə üçün sort kod var, Peru üçün RUC var, Avstraliya üçün BSB var. Yəni bunlara bu son country specific koddur, US corresponding bankdır, routing number'dır. Bunlar bizdəki banklara ehtiyac yoxdur. Bunların son üçünü boş saxlamaq lazımdır. Sonra gəldik bura. Şəxsiyyət vəsiqənizi buraya yapışdırmalısınız. Ondan sonra bunlar da imzalanan olar öz yerində. Sonra gəlirsiniz burada bu formu doldurmağa. Bu əsas şeydir. Burada indi izah eləyəcəm. Hansıları doldurmaq lazımdır, hansıları boş saxlamaq lazımdır.
Birinci də deməli burada nə görürük? Name, bir dəqiqə bunu biraz böyüdüm. Hə. Deməli bu form açılanda bu nə üçündür? Bu yəni sənin Amerika üçün hansısa vergi öhdəliyin olmadığı və s. bunlar ə, onun üçün vacib bir şeydir. Hansısa vergi ilə bağlı bir şey tax holding reportdur. Xarici vətəndaşlar üçün bu B8-bin Amerika xaricində olan ölkələrin vətəndaşları, rezidentlər üçündür. Deməli adınızı və soyadınızı şey formada, yəni ki, yenə ingilis dilində burada yazırsınız birinci boşluğa. İkinci boşluğa hansı ölkənin vətəndaşı olduğu yazılacaq. İngiliscə yazılmalıdır hamısı. Qanuni yaşayış yerinizin küçəsini yazırsınız. Küçə formada yazırsınız. Burada yəni ki, ölkə yazmağa ehtiyac yoxdur. Sadəcə olaraq küçənizi yazırsınız. Fisi qurtardı. Ondan sonra bunun altına şəhəri və yaxud da rayonu yazırsınız. Altında city town var. Onun da qabağından postkodunu. Yəni az, məsəl üçün 1010 və yaxud da hansı postkodu, yəni indeksi sizə ən yaxındırsa onu yazırsınız. Ondan sonra deməli ölkə onu yazırsınız. Yəni bunlar məlum şeylərdir. Heç belə çox izah edirəm. Amma bu ikinciyi boş saxlayırsınız. 4-dən sonra var. Yəni bu nə üçündür? Əgər fərqli birində istifadə edirsinizsə onu yazmaq üçündür. Bunlar boş qalır. Yəni 4 bura boş qalır. Bunun altı da boş qalır. Burada country-də boş qalır. Ondan sonra 5-ci bölmə UX taxpayer bu boş qalır. Buna ehtiyac yoxdur. Əgər ki Amerika vətəndaşlığı, green kartı və ya nə isə yoxdursa sizdə və yaxud da orada yaşamırsınızsa, ondan sonra bu 6-cı da boş qalacaq. 7-ci də boş qalacaq. 8-ciyə də doğum tarixinizi yazırsınız. Ay, gün, il şəklində. Arasında bu cür xəttlər qoyaraq. Ondan sonra ikinci partda isə bircə resident of Azərbaycan yazırsınız. Qalan hər şeyi boş saxlayırsınız. Ondan sonra da sign'dır. Date'in özüdəki var. Burada da adını yazırsınız. Fisi qurtardı. Bunu axırıncıyı da boş saxlayırsınız. Bura bir dənə imzadır. Tarix özü var, doldurma ehtiyac yoxdur. Bura ad və soyadı yazırsınız, axırıncıyı da boş saxlayırsınız. Fisi qurtardı. Yəni ümumiyyətlə bu forumdakı boşluqlardan bu qədər. Sadəcə dediyim kimi hər şey ingiliscə yazılmalıdır. Əsas isə bank transferi üçün bunlardır. Bankın adıdır, Swift-i, IBAN-dır. Bunlar dəqiq olmalıdır. Yəni heç bir səhvsiz dəqiq konkret kodlardır. Bu kodları dəqiq ora yapışdırırsınız. Deməli belə, yəni ki bu hissədən ümid edirəm nəsə problem bir şey qalmadı. İndi mən submit edeyim payout-u. Ondan sonra birazdan mail gələndə paylaşacağam. Deməli təsdiqlədim payout-u. Hələlik indi də mail göstərəcəm. Mail də gəlib. Hesab nömrəm. Sonra deməli maildə mənə gəldiyinin burada sübutu burada baxın. Nihat Tecizədə. Bu da mailin burada mənə gəldiyinin şeyi. Qarda. Yəni belə çox da mürəkkəbləşdirəcək bir şey yoxdur. Sadə prosesdir. Sadəcə olaraq necə deyim, əsas o yerə qədər ki gəlin, bu şeydə mən sizə kömək edəcəm. Sadəcə olaraq mənə aşağıda Telegram və s. qoyuram orada əlaqə üçün. Kimdə çətinlik olsa, ola bilər W8 BN formunu doldurmaqda və yaxud da başqa formu doldurmaqda əlavə sual olsa, request eləməklə bağlı aşağıda yaza bilərsiniz.